Əli əleyhissalamın şəhadət gecəsidir. Nə xoşbəxtdir ki, Allah Əlini bizim xalqımıza verib. Nə xoşbəxtdir ki, bu xalq məzhəbindən asılı olmayaraq Əlinin aşiqidir. Bu xalqın mayası Əlinin eşqi ilə yoğrulub, övladlarının eşqi ilə yoğrulub. Bu xalqı bu məhəbbətdən ayırmaq mümkün deyil. Bu xalqın nəyi varsa Əlinin adı ilə bağlıdır. Bu xalqın bütün fəzilətlərinin qaynağı Əhl-i Beytin, Əli ibn Əbi Talibin məhəbbətidir. Allah onu bu gecə şəhadəti ona nəsib eləyib, rəmzi mənalar var. Bağışlanmaq gecəsi, Quran nazil olan gecə, canlı Quran seyr eləyib öz Rəbbinə tərəf. Biz ona əzadarıq bugün həm də, onun üçün qəmliyik. Mən belə bir mənzərə deyim sizə, gözünüzün önündə canlandırın. Təsəvvür eləyin, qiyamət günüdür. Mən, siz, Allah uzaq eləsin, hər halda günahkar olaraq aparırlar bizi əzaba tərəf, cəhənnəmə tərəf. Birdən görürük ki, bir nurani adam dayanıb, baxırıq, deyirik, bu kimdir? Deyirlər, bu Əli ibn Əbi Talibdir. Bunu deyəndə deyirik, icazə verin, bir dəqiqə saxlayın, onsuz da əzaba gedirəm. Saxlayın, heç nə istəmirəm, bir dənə onun cəmalına baxmaq istəyirəm. Fürsət verin, ona tamaşa eləyim. Mən bir ömür ona aşiq olmuşam. İndi istəyirəm onun üzünə baxım, sadəcə üzünə baxım. Elə bil ki, sən baxırsan Əliyə, Əli də sənə baxır. Günahın yadından çıxır, cəhənnəmə getməyin yadından çıxır. Elə heyran-heyran baxırsan, belə yerdə nə deyərlər? Belə yerdə mələklərə nida gələr ki, buraxın onu, buraxın. Bu ki, günahlarını, oda düşməyini unutdu Əlini görən kimi. Cəhənnəmə getməyini yadından çıxartdı, Əlinin eşqi ilə, bu ki aşiqdir, bu aşiqliyi bəsdir, bunu buraxın. Layiq deyil bu bədən cəhənnəmdə yansın. Bu gecədə bizim ən mənalı anlarımız Əliyə qəmlənməyimizdir. Allah mələklərinə deyir, baxın mənim mələklərim, nə qədər günahı var, hacəti var. Hamısı yadından çıxıb Əliyə qəmlənir, ürəyi Əlinin qəminə yanır. Bağışladım, şahid olun ki, bağışladım.